Sid yıx. Hə, Sid yaxırla şər yazmaq istəyir. Sid, mən elə bilərəm, mənim setimlə danışırsa Arzumu. Hər kim onun haqqında pozitiv danışır, Allah hamısının qabağına mən arzu etmirəm, amma qələt eləyərəm. Acı həqiqəti xırdalayıram. Hər birinin qarşısına Allah Teala çıtır-çıtır çütlüyüb qoyacaq və onlar onu dadacaq. Mən bunu deyirəm. Biraz diqqətli olun, ehtiyatlı olun. Vəssalam. Hər kimə nə qədər, nə dərəcədə ağır bir söz, təhqiramiz bir fikirlər, nə deyirsənsə, onun simasında sən özünsən. Sənin iş dünyan odur. Açılmamış dəfinədir. Hər insanın xəzinəsi, inci dolu dilindədir hər insanın xəzinəsi. Şər, pühtan, paxıllıq, xainlik, kin, küdürət, nifrət, qarğış, qınaq, tənə, hamısı sənə dadızdırılır. Diqqətli olun. Açıqlaması budur. Pəri deyir, açsın Allah qapısını, həqiqətən biz Allaha iş tapşıra bilmərik. Allah istəyərsə özü bilir. Amma mən deyirəm ki, Allahın lütfündən deyirəm ki, Arzum burada bir tələdir. Neçə insanlar bu tələyə düşüb, kimi mükafat alacaq, kimi cəza. Qınayanlar, tənəyə qalxanlar, təhqir edənlər, sinələrinə döyənlər, mən deyirəm bu tutulacaq deyənlər cəzadan canlarını qurtarmayacaqlar. Məsələn, nəyə girik onu da dadırıq. Bir kəlmə sözdür. Dünyada ikən şək etdiyiniz, yəni Allahın yaratdığını qınadığınız sizin üçün əzabdır. Məsələn, belə olacaq. Avtoş qardaşı surətlə gedib cəmaata vura bilər, bəli, vura bilər. Prezidentimiz qoymaz balalarını. Prezident kimdir? Allah istəsə olmaz. Allah istəsə sənin prezidentinə də əmir verər, prokuroruna da nitqə gətirər. Biz Allah'a heç kimi şərik edə bilmərik. Prezidentimizə qarşı heç bir fikrimiz yoxdur, amma Allahın yanında o kimdir ki? Önemli olan Allah istəyərsə belə deyilməlidir. Bu süfrə Allah'ı tanıdır. Sənin qəlbində olduğunu deyir. Başa düşdün? Davud. Allah istəyərsə hər şey gözəl olur. Söhbət belə olmalıdır. Hər şey onun əmrindədir. Vəssalam. O amalın yazır. Bəli, təbii ki, yazır. Qədəri kim yazır? Allah. Öldürən, Quran nə deyir? Öldürən də, güldürən də, ağladan da odur. Yəni bu Allahdır. Allah deyir sizə bir pislik, yəni ölüm, qəzaya gəlmək yazıbsa, onun sizin barənizdə görəcəyi bu işə kim mane ola bilər? Bəli, o ölüm də qədərdir, bəli. O qədərin içərisində böyük səhv, günah var ki, o ölümə məhkum oldu. Ya mənəmlikdən, ya qınaqdan məni 4 metrlik yerdən çırpdı yerə. Qınamışdım, özdə haqqına qınamışdım, ha, hələ haqsız yerə yox. Burada çox adam haqsız yerə qınayır. Haqqına qınamışdım. 4 metrlik yerdən məni çırpdı yerə, belbuğunumu qırdı. İndi gör, bu qədər insan nə cəzalar yaşayacaq. Alın yasına pozu yoxdur. Ölümdür, onun da içərisində ya ananın bədduasıdır, qınağıdır, ya anasının bədduasıdır, qınağıdır, ya atasının kiminsə evladını bədbaxt etməsidir, cavanlığında o qədər bədbaxt edirlər ki, qız gəlinləri. Bu hadisənin bu yerə gəlməsində bəxi yayımçıların rolu böyük oldu.
Yayın açtılar, müzakere. Ne kadar müzakere edirlər, ne kadar tənə edirlər, ne kadar ona tutulmasını istəyirlər, gözlərinə kəfən toxuyurlar. Anlamırlar. Üzlərinə cəza toplayırlar, anlamırlar. Yenə deyirəm, arzum bir tələdir. Allahın tələsidir. Onun simasında bu sosial şəbəkədir. Bu car çəkilən yerdir. Allah sözünü indi bayaq məsciddən qaldırırdı, səsini ucaldırdı. İndi bu bir məsciddə oturub səsini ucaltsan heç kim eşitmir. Bir elə orada toplanan mühürlər eşidir. Amma sosial şəbəkədə dünya dinləyir. Başa düşdün? Görürsən, dünyaya çatdırır fikrini. Ki dünyada ikən şək etdiyiniz, oturub müzakirə etdiyiniz, mühakimə etməyin ki, mühakimə olunmayın. Hansı ölçü ilə mühakimə etsəniz, sizə də o ölçü ilə ölçüləcəkdir. Yəni, elə onunla da cəza görəcəksiniz. Vəssalam, müqəddəs qanun var. Başa düşdün? Ama onu da eden Allah'tır, bunu da diyen Allah'tır. Ama Allah da gördüğü işler barədə sorgu sual edilmir maalesef. Məsləhətinə şükür. Sirin. Arzum deyir canlıda hoqqa verəndə ölənlərin də ailəsi agresiv olacaq. Ölənlərin ailəsi səhvi özlərində axtarsın. Mən demirəm arzum yaxşı iş görür, hoqqa verir. Mən dedim axı, o ana gərək evlatlarının yanında olaydı. O söhbət olubdu. Arzum haqqında hər şey deyilib. İndi açıqlama niyə ölübdü? Özündə axtar. Mənim neçənci il idi Allah? 85 idi, 84 idi. Neyse o iller. 80'ler idi deyək də, 80'dən sonra. Qardaşımla xalam oğlu bir maşında gəzəyə gəldilər. Xalam oğlu 3 gündən sonra rəhmətə getdi. Qardaşım 20 il cəhənnəm əzabını burada yaşadı, gördü. Biz günahı qardaşımda görürdük. Amma mən artıq bu hikmət aləminə gələndə gördüm ki, yox. Mənim xalam oğlunun ölümünə səbəb mənim qardaşım olmayıb. Ananın bədduası, bir də yersiz danışdığı sözdür. Lazımsız sözdür. O, onun oğlunun ölümünə səbəb olub. Ananı və doğmamla danışıram. Yaddan danışmıram. Burada da ölüm varsa, ölüm. Orada ya ananın, ya adamın özünün ağır günahlarının cəzasıdır. Mən deməyin özü insanı qəbirstanlıq eləyə bilir. Bağışlamamağın, barışmamağın, sən kimsən ki? Bu Allah bağışlayandır, sən deyirsə mən bağışlamıram. Bax, bunun altında sabah sənin nəslindən biri də gedə bilər. O dalvadal ki ölülər düşürək, bir də görsən nəsildən neçə nəfər, bizdə də olmuşdu bir dəfə, 7-8 nəfər cavan bir-birlərindən, atalından, bibim oğlu, dayım oğlu, hamısı, o vaxtı bunları mən anlamırdım. Amma barışmasan, bağışlamasan, bu dalvadal aparır. Başa düşdünmü? Hikmətin izahını deyirəm, mən arzu etmirəm. Heç kimə bunu arzu etmirəm. Ne kadar agresif olsa deyir, sirke ne kadar tünd olsa öz şüşəsini vurub çatladır. Agresif olub kimə nə inəyəcəksin? Mən izah eləyirəm, ha? Bana inan demirəm. Mən izah edirəm, sadəcə izah. Mənim vəzifəm budur. Bundan artıq heç də deyə bilmərəm. Agresif olub, özündən çıxır, barışmıram, bağışlamıram deyən tərəf var. Allah sana elə gözəl qabağına çütdüyüb başqa şeylər qoyacaq ki, onda görəcəksən ki, qınamaq olmaz. Nasıl? Burada.
Şəxsən mən öz taleyimdə, evladımla elə məsələ şu tutalım ki, şeylər yaşamışam. Demişəm, məsləhətdirsə sən bilirsən. Məsləhət də al. Evladı məndən almaq istəyirsən, ya Rəbbim, düz də almadı. Amma deyirəm, əgər bunları mənə yaşadırsan, alırsan al. Məsləhət, məni öldür, ya onu öldür. Sən bilirsən, mən sənin işinə qarışmıram. Allahla belə olmalıyıq biz. Nə danışsınız? Agresiv olub nə qayrışaq? Neyniyəcək? Dalınla birini də aparacaq. Dalınla özünü yatağa salacaq. Ağzına bir istəkən çay tökən, su tökən tapılmayacaq. Belə cəzalarım olacaq. Mən acı həqiqəti deyirəm, arzu etmirəm. Çünki Peyğəmbər aydın deyir. Həqiqət acı olsa da, xalqın xoşuna gəlməsə də, siz həqiqəti deyin. Çünki xalq həqiqəti bilməz, bundan əziyyət çəkər. Bugün barışmıram, bağışlamıram deyən bacı, sabah bundan betər cəzalarla qarşılaşacaq. Çünki Allah bağışlayandır deyirik. Mən bu hikmətini izah edirəm. Özünüz bilərsiniz. Arzu etmirəm bunu, qələt eləyərəm. Acını izah edirəm. Məsələn. Tamila Abbasova, bəli, onu mən də eşitdim, pis oldum. Söyle deyim. Hə, mən bugün eşitdim. Deyir ki, bunu mən sizə deyirəm. Bunu mən deyirəm ki, o tutulacaq. Sən kimsən? Allahdan öndəsən. Allahın şərikisən. Allah nəsib edərsin. Ya tutulacaq, ya qalacaq. Onu Allah bilir, biz yox. Bəli, Solunun dilindən eşitdim. Hələ yazdım da ora. Yazdım, nə yazdım? Bilmirəm, nə yazdımsa, amma yazdım ki, qərarı Allah verəcək. Heç kim yox. Bilmirəm, nəsə yazdım. Sonunda da yazdım ki, onun qərarını Allah bilir, biz yox. Allah bilir, biz yox. Bax, Solunun səhifəsinə yazdım. Mənə qəlbdən gələn hökm edirəm, ha, öz fikrim deyil. Bəli, Emana, nə dediksə dilimizdən ünvanımıza ki, bəli, özümüz tadırıq hər şey. Bəli. Onun evini Müjgan yıxdı, bilin. Müjganın da qabağında var belə bir şey. Hiç uzağa getməyəcək. Çıtır-çıtır ödəyəcək. Bilmirəm, tanımıram, Müjgandır, Orxandır, hərəsi bir dastandadır. Amma hamısı çıtır-çıtır bunu ödəyəcək. Mən eşitdirirəm, ha, biraz diqqətli olsunlar. Diqqətli olsunlar ki, sabah bunların qarşı bir başqa jurnalistlər də var, bir başqa insanlar da var. Bax, bunlar hamısı ehtiyatlı olsunlar. Kim ki protiv danışır, kim ki əks danışır, kim ki qınayır. Qınadığını yaşamadan ölüm yoxdur. Dadacaqsınız. O acının başqa türlü variantlarda, evlatdan, başqa türlü canından və yaxud yatağa düşəcəksən və yaxud qəziyə gələcəksən, bunu yaşayacaqsın. Bundan qaça bilməyəcəksin. Vəssalam. Valideynlərin günahını evladın çəkməyi biraz ağır olur. Ağır olsa da buna pozu yoxdur. Niyə? Çünki bugünkü nəsil, cavan nəsil, gənc nəsil bu hikməti dərk edir, sabaha miras qoymur. Amma o vaxtı dərk etməyiblər, miras qoya-qoya gediblər. Və görsən, bugün bacı deyir ki, nə bağışlamaq? Dinlədim bugün, bir təsadüfən qarşıma çıxdı. Bacı deyir ki, nə barış, nə bağış, nə bağışlamaq. Hə? Anlamır ki, bunun dalında onu hansı cəza gözləyir. Əssalam. Hər kəs özündəki səhvi görməlidir. Onu da hələ belə göstərir də. Hər adama hələ çoxlarıdır artıq bu haqda irəlidədir, amma çoxları da hələ çavalayır, görək nə olacaq. Alim deyir ki, pis yazanlar, siz pis yazdıqda özünüzün kim olduğunuzu göstərir. Bəli, kim ağzından nə çıxırsa,
necə deyir, açılmamış dəfinədir hər insanın xəzinəsi, inci dolu dilindədir hər bir canın xəzinəsi. Ağzını açıb pisliklə danışdısa, onun iş dünyası pislik içindədir, xəbəri yoxdur. Vəssalam, mən də bunu eşitdirməliyim. Haqsız hakim özü də bir gün özü darda qalır. O hakimin ya dili tutulacaq, ya infak vuracaq, ya bir tərəfi paraliç qalacaq. Mütləq cəza olacaq o hakimin. Mütləq. Nə arzu imiş, amma hamı ondan yazır. Tələdir Nüşabə. Tələ. Allahın tələsidir. Çox adam o tələyə düşəcək. O Quran deyir, neçə üzlər sevinib güləcək, neçə üzlər qaralıb gözlərdən yaş töküləcək. Bax, arzum tələdir. Kimlər ki qınıyır, qaralacaq gözləri yaş tökəcək. Qınamaq olmaz.